Külli miqdarda borcu olan klinikanın sahibi dəyişdi. Açığı belə deyəndə ki, hansısa özəl klinikanın borcu var, gülməyim gəlir. Bir özəl klinikaya müraciət edirsən də gedirsən. Qapıdan girəndən düzdür, indi biz dövlət xəstəxanalarına gedəndə 10 manat əgər ödəniş etmişiksə, bunu belə qloballaşdırırıq, belə küsallıq, qanunu, hər şeyi qanunlaşdırmağa çalışırıq. Amma özəl klinikalar bizi, dərimizi belə soyur, biz susuruq. Onlar deyir ki, istəyirsən gəl, istəyirsən gəlmə. Yəni ödəniş edib içəri girməlisən qapıdan. Və onların borcu olanda ona görə mən belə Elgiz demiş ki, matım qutum durur ki, bir adam müayinə və müalicə olunmaq üçün elə adamlar tanıyıram, deyir ki, 2 dəfə ora getmişəm 1000 manat, 1500, 2000 manat pulum çıxıb. Niyə? Laboratoriya, həkimlərin qiyməti ayrı. Nə bilim, dövlətdə əgər uziyə 20 manat pul ödəyiriksə, orada 120 manat, 130 manatdır bir uzinin xidməti və digər xidmətlər çox bahadır. Və burada da yazılır ki, Axar.az iqtisadiyyat.az istinadən xəbər verir ki, hospitalın hazırda qanun təmsilçisi Fərid Dilbazi oğlu Hüseynovdur. Bu vəzifədə Eldəniz Mübarizoğlu Daşdəmirovu əvəzləyib. Bununla yanaşı hospitalın dövlət qarşısında mövcud olan külli miqdarda vergi borcu demək olar ki, hər ötən gün bir qədər də artır. Hazırda MMC-nin borcunun miqdarı nə bilim 6, 9, 8, 1 milyona yaxındır da qoy deyim sizə. Və o demək ki, regional hospital MMC 2017-ci ildə dövlət qeydiyyatından keçir və mən bir özəl klinika tanıyıram. Ona özəl klinikadır. Öz qiymətlər çox bahadır. O klinikanı başqa bir qadın, elə deyərdim bir nazir var idi. Onun arvadı maliyyələşdirirdi. Deyirdi, pulumuz belə vergi gəldi, belə borcumuz var, aparatur almalıyıq, nə bilim, nə ləvazimatlar. Demək olar ki, o nazirin arvadı o klinikanı saxlayırdı. İndi də bilmirəm aqibətləri nə oldu. Çünki o nazirin arvadının da artıq pulu yoxdur, tükənib.